Testdə deyilir ki, düz bir yolda sükunət vəziyyətindən hərəkətə keçən bir cismin sürət zaman qrafiki şəkildəki kimidir. Qrafikə əsasən cismin ikinci saniyədə yer dəyişməsini hesablayın. Bizə deyilir ikinci saniyədəki yer dəyişmə, yəni 1 və 2 saniyə aralığında keçən müddət, yəni t bərabərdir 1 saniyəyə. Çünki 1-2 saniyə aralığında keçən müddət elə 1 saniyəyə bərabərdir. Və bizə deyilir ki, bu müddət ərzində yer dəyişməni hesablayın. Biz bilirik ki, sürət zaman qrafikində yer dəyişmə və yaxud gedilən yol tapmaq üçün qrafikin altında qalan fiqurun sahəsini tapmaq lazımdır. Biz bu fiqurun sahəsini tapacağıq. Bu fiqurun sahəsi trapesiyadır. Yer dəyişmə tapanda S bərabərdir. Birinci oturacağı 5, üstə böyük oturacağı 10 bölü 2 vurulsun hündürlüyü 1. O da 15 bölünsün 2 eləyir. 7,5. Deməli, yer dəyişməmiz olacaq